Salam, mən Nəzrin Rızazadə. RMM layihəsini Instagramda gördüm və qoşulmaq istədim. Düzü gözləntilərimiz ayrı idi, amma buradakı atmosfer tamam fərqlidir, çox gözəldir. Buna görə də Kənan müəllimə dərin təşəkkürümü bildirirəm. Sağ olun. Kənan müəllim bizə mən Samirə bu kursa qoşulan vaxtı, yəni çox şey öyrənəcəyik deyə, yəni çox həvəsli idim həqiqətən də. Çünki çox əvvəldən istəyirdim ki, müəllimin bizə öyrətdiklərini mən çoxdan öyrənmək istəyirdim daha doğrusu və Lənkəranda belə bir peşəkar, belə bir necə deyim, kurs keçirildiyini bilmirdim. Sonradan öyrəndim və dediyim kimi həqiqətən də gələn vaxtı çox sevincli, çox həvəsli idim. Çünki çoxdan istəyirdim. Kənan müəllim çox təcrübəlidir. Mən Lənkəranda belə bir təcrübəli müəllim olduğunu bilmirdim həqiqətən də. Yəni insana çox yaxşı, yüksək enerji verir. Necə deyim? Belə. Kənan müəllimi həqiqətən çox istəyirik və mən də kursun bitməyini həqiqətən istəmirəm. Çünki bura gələndə çox şeylər öyrədir Kənan müəllim bizə. Ona görə bəlkə də mən hiss edirəm ki, yəni mənim qədər üzülən yoxdur kursun bitməyinə, üzülən yoxdur. Mən həqiqətən istəyərdim ki, bitməsin kurs. Çünki daha çox şeylər öyrənə bilərdik. Düzdür, öyrənmişik, bir çox şeylər öyrənmişik. Yəni də öyrənə bilərdik. Ona görə istəməzdim kurs bitsin. Kənan müəllimi də çox istəyirik. Çox istəyirəm, daha doğrusu xətrinə yəni çox istəyirəm. Nə bilim, dediyim kimi insana yüksək pozitiv enerji verir. Yüksək enerji verir və nə bilim, belə. Salam, mən Fatimə Muradlı. Bu günləri danışacağam ki, necə buradayam. Deməli, mən əslində qoşulmayacaqdım bu layihəyə. Daha doğrusu bu layihəyə SMM dərsinə. Heç bilmirdim SMM dərsidir. Nəysə mən gəldim. Hətta müsahibədən gecikdiyim işim olduğunu demişdim, amma ki elə bir şey yox idi. Özüm gəlmək istəməmişim, yorulmuşdu, yorucu gəlirdi mənə. Sonra Xədicə bizdə idi. Soruşdum ki, bəs ondan dedim mən müsahibəyə qoşulacağam. Dedim hansı müsahibəyə qoşulacaqsan? Dedi bəs SMM dərsi falan. Dedim ki SMM mən bu layihənin məşğulluq tərəfini keçirdiyimi bilirdim ki, mən elə bilirdim orada olacaq. SMM olduğumu bilmirdim. Xədicə dedim ki, hə yaxşı hələ də bilmirəm ki, bu həmin müsahibədir. Dedi ki, bəs Kənan müəllim falan. Dedi bəs mən də Kənan müəllimin yanına gedəcəydim. Bəs alınmadı. Dedi bəs onlayn qoşulacağam mən. Mən də dedim ki, bəs necə yəni qoşulacaqsan onlayn? Bəs nəyə görə də öz başını yorursan? Deyir ki, bəs mənim bəs ödəniş eləyəcəklər, sonra bəs mən də oradayam, bizim digər kollec yoldaşlarımız da oradadır. Dedim ki, okey də, yəni siz varsınızsa, mən də qoşula bilərəm. Amma ki, mən müsahibəyə gəlməmişdim də. Dedim ki, istəmirəm. Nəysə, gördüm ki, mənim dostlarım da buradadılar. Qoşuldum. Dedim mən də yazmışam ki, Nəzrin xanıma ki, bəs Nəzrin xanım, bəs mən onlayn müsahibəyə qoşulmaq istəyirəm. O da yazdı ki, mən link atacağam, bəs qoşularsınız. Hələ linki atmamışdıq, Xədicə atmışlar, birinci qoşulmuşdu. Xədicə də orada mənə yönləndirmişdi, girmişəm ora. Nəzrin deyir ki, sizə kim linki atıb? Bəs Xədicə atıb, gözləyin, nəsə mən də qoşuldum axır ki, gəldim, buradayam. Nə yaxşı ki, buradayam, çox adam tanıdım. Əvvəlcə soyuq idim, amma bəzi adamlar var ki, onları çox sevdim. Biri Samiradır. Sonra Gülzarı çoxdan tanıyırdım və əvvəl heç sevmirdik bir-birimizi. Burada tanış olduq. Daha sonra tanış idik. 5 ilə yaxın idi tanıyırdıq bir-birimizi. Amma burada istiləşdik. Hətta bir-birimizə dedim, səni sevmirik, istəmirik, bir-birimizə xoşumuza gəlmirik. Nəysə, yaxşı ki buradayam, yaxşı ki tanımışam sizi. Çox istəyirəm. Hamınızı öpürəm. Sağ olun. Salam.
Bu kurs haqqında, bizim bu təcrübəmiz haqqında o qədər şey danışmaq olar ki, eyni zamanda Kənan müəllim haqqında çox böyük bir bizim üçün bu fürsət oldu. Belə bir kursda iştirak etmək fürsəti bizə yaratdılar. Çox gözəl bir təşəbbüs idi. Çünki Lənkəranda belə kurslar çox az olduğu üçün mən görən kimi kursun posterini Instagramda həmin dəqiqə qərar verdim ki, qoşulmaq istəyirəm və qeydiyyatdan keçdim. O qədər şadam ki, burada olduğuma görə, düzdür, qoşulanda bu qədər də gözəl keçəcəyini düşünməmişdim doğrusu. Amma Kənan müəllim sayəsində, bizim dərs keçmə, necə deyim, təcrübəmiz sayəsində çox qəşəng keçdi. Çox tempolu, çox maraqlı, eyni zamanda nəzəri və bir dəqiqə nəzəri və praktikada bunu təcrübə keçdik. O qədər gözəl idi ki, öyrəndiklərimizi təcrübədə də göstərmək çox önəmli idi və maraqlı idi bizim üçün. Kənan müəllimin öyrətməsi olsun, nə anlamayanda izah verməsi olsun. O qədər yaxşı idi ki, Kənan müəllim özü çox gözəl insandır. Xətrini çox istəyirəm Kənan müəllim. Çox dəyərlisiniz. Öyrətdikləriniz üçün də çox sağ olun. Bizə belə bir necə deyim, fürsət verdiyiniz üçün çox sağ olun. Çox maraqlı, çox əyləncəli, öyrədici, gözəl bir kurs keçirdik və buna görə təşəkkür edirəm. Var olasınız. Salam, mən Məlikə. Bura gələndə ilk tam fərqli düşüncələrlə gəlmişdim. Heç nə bacara bilməyəcəm, heç nə olmayacaq, alınmayacaq. Amma sonradan düşündüm ki, ilk addımı atmalıyam. Bəlkə nəsə oldu, hər şeydə bir xeyir var. Bəli, mən bura gələndə çox həyəcanlı idim. İndi isə həyəcanım tamamilə ölüb. Yəni ki, Kənan müəllim sayəsindədir hər şey. Kənan müəllim çox pozitivdir, enerji doludur. Özü kimi bizə də o enerjini ötürür. Kənan müəllim və İlkin müəllim sayəsində çox şeylər öyrənmişik və ümid edirik ki, daha da irəliyə gedərik. Hər şey daha da fərqli olar. Çox sağ olun müəllim, yaxşı ki varsınız. Salam, mən Milana. Deməli bu kursa Instagramda gördüyüm bir poster vasitəsilə qatılmağa qərar verdim. Həmçinin ödənişsiz və təqaüdlü əsaslarla olduğunu görəndə çox sevinmişdim. Ona görə də burdayam. Yəni bu bir ay müddətində çox şey öyrəndik. Bu bir ay bizə çox şey qatdı. Həmçinin praktiki məşğələlərimiz oldu. Bəzi məkanlara getdik, çəkilişlər etdik, onları editləməyi öyrəndik. Buradan müəllimimizə təşəkkür edirəm. Kənan müəllim çox sağ olun. Bir çox şey öyrətdiniz bizə. Artıq çox qəşəng posterlər hazırlaya bilirəm. Yəni yaxşı videolarım olmasa da yaxşı posterlərim olduğuna inanıram. Ondan sonra qrup yoldaşlarımı da çox sevirəm, sağ olsunlar. Yeni insanlar tanımaq çox xoş idi. Hamısı çox yaxşı idi. Çox qəşəng günlər keçirdik. Sonra daha nə deyim? Beləsinə yəni xoşbəxt bir ay keçirdik. Müəllimimiz də çox yaxşı insandır. Onu da çox istəyirəm burdan deyirəm. Belə. Sağ olun. Yəni başqa danışacaq heç nə tapmadım. Arkadaşlarım da çox yaxşıdır, müəllimimiz də çox yaxşıdır. Dərs müddətimiz əla keçdi. Çox yaxşı yeni şeylər öyrəndik. İnşallah ki, gələcək həyatımızda təcrübəli SMM-lər ola bilərik. Belə. Sağ olun. İlk bura gəlməmişdən qabaq Xədicə müəllimmişdi, belə bir kurs var. Nəsə mən də qeydiyyatdan keçmək istəmirdim birinci. Nəsə sonradan keçdim. Və sonradan videolara baxdım. Mən biraz insanlar ilk görəndə biraz qıcıq olsam insanlar xoşum gəlmir. Nəysə, Kənan müəllim ilk görəndə xoşum gəlməmişdi. Bu sözdən sonra Kənan müəllim məni blok edə bilər. Nəysə. Gəldim. Müsahibə falan oldu, keçdi qurtardı. İlk dərslərdə hiss edirdim ki, Kənan müəllim də mənə xoşa gəlmir. Mən də Kənan müəllimlə biraz xoşum gəlmirdi. Ondan sonra nəsə gördük ki, bəs şey də yaxşıdır, pis deyil. Nəsə uşaqlara birinci öyrəşməmişdim, nəsə sonradan da öyrəşdim. İyi ki varsınız Kənan müəllim. Yəni bu sözlərimdən sonra inşallah ki, mənə blok eləməzsiniz. Yəni sizdən birinci xoşum gəlmirdi deyə. Sonra nə deyim? Ürəyim doluydu. Müəllim, həyəcanlandım, hər şey yadımdan çıxdı. Yəni, belə deyildim. İçəridə nə qədər aklımda söz vardı, hamısı yadımdan çıxdı. Nəysə, sizə uğurlar arzuluram, müəllim. İnşallah
daha yüksək nəticələr əldə edərsiniz. İlk müəllim demişkən, müəllim sizin yeriniz bura deyil, siz burada yaşamamalısınız. Lənkəran sizin yeriniz deyil, siz xaricdə yaşamalısınız, gəlin xaricə. Yəni çox gözəl olacaq hər şey. Nəysə, nə danışdığımı da bilmədim. Sağ olun müəllim. Bütün uşaqlara uğurlar arzulayıram. Bol-bol işlər tutsunlar, yaxşı pullar qazansınlar. Kənan müəllim, siz də çox sağ olun, əziyyət çəkdiniz. Sizə Kənan müəllim deyirdim, indi əsl müəllimim oldunuz. Belə. Başqa nə deyə bilərəm mən? Heç nə, mən bol-bol toylar, onu deyə bilərəm. Təbrik edirəm bir daha hamını. Yaxşı dərsdir, uğurlu olsun, davamlı olsun. İnşallah ki, Kənan müəllim, sizə də bol-bol uğurlar arzulayıram. Sağ olun Qaqaş müəllim. Salam, mən Nuray. Bura gəlməyimə çox xoşbəxtəm. Çünki çox qəşəng ətraf qazandım. İlk öncə elə Kənan müəllimin özü çox möhtəşəm insandır. Yəni nə qədər ona tərif versək az olar. Bayaq içəridə vurğuladı, amma yenə də deyim həqiqətən mən tərifləmirəm, sadəcə olanı deyirəm də. Yəni çox möhtəşəm insansınız. Sizi tanıdığım üçün çox xoşbəxtəm. Enerjiniz, hər şeyinizdən yəni bir fərqlisiniz cidden. Sizi çox istəyirəm. Ətrafımdakı arkadaşlarımı daha çox istəyirəm.